Oğlan da deyirmiş ki, ay ana deyirsən boşuyum. Qaynana gəlin problemlərində kişi, yəni qaynananın oğlu, gəlinin həyat yoldaşı. Burada arada qalan rol olur sanki. Yəni hər iki qadın arasında qalır. Orada nə etməlidir? Bəzi kişilər bu məsələləri fərqli cür həyata keçirdilər. Məsəl üçün indi siz bunu dediniz, mənim bir şey yadıma düşdü. Deməli, kişi məsələni belə çözürmüş. Qaynana gəlirmiş, oğlanın anası gəlirmiş, gəlininə şikayət edirmiş oğlana. Oğlan da deyirmiş ki, ay ana deyirsən boşuyum. Anası tez qorxub geriyə çəkilirmiş ki, yox, mən sənə demirəm, boşa. Yəni bu xüsusiyyətlər var. Yəni bəlkə deyəsən danış. Yox, deyirsən boşuyum onda. Ana da tez geriyə çəkilmiş, qorxurmuş, narahat olurmuş. Yəni bu elə bir ki, qorxu ilə manipulyasiya eləməkdir də. Bu müəyyən müddət olur. Müəyyən müddətdən sonra artıq işləmir. Yəni kişi əslində yetkin insan kimi, böyük yetkin insan kimi davranmalıdır. Mövqeyini qorumalıdır. Yəni o mövqeyini qorumasa, nə anasını durdura bilməyəcək, nə də ki, həyat yoldaşının güvən hissi sarsılacaq. Həyat yoldaşı da istədiyi şəkildə kişinin anası haqqında danışa bilməz. Bəli. Və ana da istədiyi şəkildə kişinin həyat yoldaşı haqqında danışa bilməz.